Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız. Bugün 17 Mart'da altın yarısıdır. Gedirəm işə. Dünən metro 5:42'də getdi. İnşallah çataram indi. Altın yarısı deyəndə 5:33'dür. Avtobus da gəlmir, ona görə peşkom. Avtobusa kimi peşkom. Yolda imkan olsa çəkməyə biraz dünəndən danışaram. Çünki dünən yaxşı deyildim, heç bilmirəm nə çəkə bildim, nə yox. Tez gedim. Yolda çəkim. Dünən hava şeyinə yazılmışdı ki, qar yağacaq gecə. İndi nəsə uçuşurcuydu. Gecə yağmır yəqin. Deməli, dünən bazar günü idi. Dedilər ki, bazar günü yuxarıdan eşkəs olunur, rukovodство falan. Bu gün hamısı olacaqdı. Birinci məni qoydular Pasovkada. Pasovka hardasa 1,5 belki de 2 metrlik şeydi, konveyer. Orada bir başta kişilər padnosu düzür. Padnosu düzəntinə test salfetka qoyur. Yanındakı nə bilim isti bilinçikləri qoyur qaba. Bu birisi qapaqlığını bağlayır. Bilinçiki qoyur, nə bilim biri yanına balıq qoyur, biri nə bilim nə qoyur. Qızlardan biri salatla armud qoyurdu. Mən dediyim kimi bulki çörəyi, keks, bir də saxır, pesox, balaca qablaşdırmada olur 10 qramlıq. Ondan qoyurdum. Məndən qabaqdakı çaşkalara qaynar su tökürdü, limonlu. Limon var idi bütün çaşkaların içində, уже hazırlanmış idi. Qapağını bağlayıb onu qoyurdu. Hələnin içində bir padnosu doldurursan, lap qabaqdakı da üstünə qapaq qoyur padnosu. Həmən padnosu elə bir şey üstünə qatdalayır, olur 2 dənə padnosun arasında yemək. O biri başında da konveyerin yine kişi durubdu. Götürür hazır padnosları, yığır vilkaya. Vilka deyirlər də, yekə belə stillaş kimidir. Təkərdə gedir. Ki, onları hamısını doldururuq, aparırlar şeyə, xəstələrə. Nə bilim, onkologический отделениеdə yatanlara, nə bilim, nevrologiический отделение. Hər отделениyə, helənsinə düzəldirlər. Orada işlədim, çətin deyil. Burada nə var ki, soldan götürüb sağa qoysan, soldan götürüb sağa qoysan. Konveyer də hələ tez getmir ki, deyim ki, çatdırmayasın. Sonra getdik çay içməyə. Ondan sonra dedilər ki, Günel, get şeyə, razborka посуды. Razborka посуды, axşama kimi orada işlədim, razborka посуды. Amma qapının ağzıdır. Razborka посуды, bilirsiniz nədir? O xəstələr yeyiblər. Həmən padnosları gətirirlər yenə vilkalarda, maşınlarla. Bəlkə də dünən 20-30 dənə maşın idi. Biz də 3 nəfər açırıq padnosu, təmizdirsə təmiz əski ilə silirik. Yağlı mağlıdırsa onu da sabunla əski ilə silirik. İçindəki yeməkləri, boşqabları boşaldırıq. Kim nə yeyib, kim nə saxlayıb. Bunları ayrı qoyuruq. Zibil, nə qədər yeməklər zibilə getdi. Axşama kimi orada durdum. 100% orada soyuqladım mən. Çünki qapının ağzıdır. Hər dəfə maşın gəldikcə qapı açılır. Qapı açılanda da vilkaları boşaldırlar. Yeməkləri boşaldırlar. Düzürlər yanımıza. Biz də onu tez eləməliyik. Arxa hissəmiz isə moykaydı. Yəni biz oradan hazırlayırıq qabları. Adnarazı olmağına baxmayaraq onların hamısı yuyulur. Yəni narazı eliflər ki, yeri düşəndə qırılmasın. Batak istifadə olunan qablardır. Вот. Arxa da moykadır. Oradan buhar çıxır. Moykaya da getmişəm. Göydən patologdan qaynar sular tökülürdü. Yəni o qədər maşın kapar verir ki, yuxarıdan su
su damcılıyır adam başına. Axırdan axıra dedilər ki, çünki orada biri çatdırmır podnosları moykaya qoymağa. Ged ona kömək elə. Biraz da ora getdim. Korоче, axşam ayağım su olmuşdu. Dedim ki, yox, belə evə getməyəcəm. Naskin soyundum, ayaqlarını gəldim. Evə gəldim. Yaxşı deyildim heç. Üstünüzə sağlıq. Dişim başladı ağrımağa, qulağıma verməyə. Qulağım elə pis ağrıyır, elə bir pərdəsi yoxdur, elə soyuq vurur qulağıma. Gah kamforla masla elədim, gah dərman atdım. Gah dişimə siz demiş, çöl tərəfindən acı dərman vurdum. Sonra Ləlişə dedim, Ləliş getməyə duz isit, nə olar? Duz isitdi. Naskin içində papaq taxmışdım başıma, acı dərman zat, lobuma, hər yerinə vurmuşdum. Çünki evdə xəstəmiz var. Uşaqlar da, balacalar da deyir ki, bizə keçir deyəsən, biz özümüzü yaxşı hiss eləmirik. Sizlə danışa-danışa gəldim. Bura baxıram ki, 5 dəqiqəlik videodur. 5 dəqiqəyə mi gəldim? Ona görə acı dərmandan alnıma vurdum, boğazıma, üzümə, dişimə papağı taxdım. Ləliş də sağ olsun duzu isitdi. Qoydum papağın üstündən qulağıma. Ki, çox qaynar idi də. Elə yatmışam axırda. Görək. Bugün səhər belə dişim ağrıyır. Azca da yenə qulağıma verir, amma belə topoy ağrıdı da ruslar. Küt ağrıya elə deyirlər. İndi qorxuram ki, yenə ağrı tutar. Ya da qripliyərəm. Neyse, mən gəldim, metroya çatdım. Görək, Allah kərim, gedək görək nə olur. Deyilənə görə bugün Fasovkada duracam. Fasovkada daha asandır. Özdə deyirlər ki, biz dünən saat 7-də çıxdıq. 7-də çıxmalıyıq, 7-nin yarısı çıxdıq. Amma deyirlər ki, Fasovkada işləyənlər 6-ın yarısı deyəsin gedir evə. Görək də. İnşallah yaxşı olur. 5:43-dür, metro burada. Nə vaxt gedəcək bilmirəm. Metrodan çıxdım, saat 6:50-dir. Belə başa düşdüm ki, metro 6 bazar günü 15-20 dəqiqə qalmış gedir poyezd. Amma gün aşırı 6:06 idi deyəsən, nə idi? 6:10-da gedir də, qruba desək. Amma heç nə olmaz, mənə zaten demişdi də, buranın briqadiri ki, 10-20 dəqiqə gedirsəniz heç nə olmaz. Zato dünən azmışdım, yolu səhv getmişdim, amma bugün yolu tanıyıram, necə getmək lazımdır. Moskvaya yenə qar yağdı. Parkın içindən getməliyəm. İnanırsınız, hamı burada it gəzdirir, hamısı da yekə-yekə. Bunlar bəlkə bir saysan 10-cu itdir ki, qabağıma çıxır. Hələ heç 2 dəqiqə gəzməmişəm. Korоче, bu parkla düz gedəndə elə o balnitsaya çıxırsan. Onu da deyim ki, axır ki, dünən nətərsə düzəltdilər, nəsə bir problem var idi. Ayın 12-si işlədiyim günün pulu dünən gəldi, maaşı. Amma işləmişəm də bu proqramla. Bugün işləyirsən, sabah pul gəlir. Bugün işləyirsən, sabah pul gəlir. Prosta motonun adını açmışam deyən nəsə düzəldə bilmirdilər. Yəni ilk günümün maaşını almışam. Dünən işlədiyimin də maaşını bugün almalıyam. Gitti, tamamdır. Mən Afafanitsan qabandayım. Yenə Pişiboka girişi yadımdan çıxartmışam da görüm tapıram mı? Pişiboka giriş. Hadisə buralarda olmalıdır. Of. Tapdım. O maşınlar dayanan yerdə. O da sarı adamlar gəlir. Onların arxası.
Dündən üşümüşəm deyəm, bugün jaketdə işləyəcəm. Əynimi dəyişdim, çıxıram yuxarı. Bugün məni moykaya qoydular. Dedilər ki, yuyulmuş qabları maşınkanın içinə soxacam. Maşınkamız baxın nə uzunluqdadır. Oradan qoyursam, belə bu yandan çıxır. Köydə görürsünüz, köy nətər tərləyir. Oradan hamısı adam başına tökülür, şappa-şap. Bu moykanın dal tərəfidir. O tərəfində eynən belədir. Maşınka bizdə 2 dənədir. İkisinə də çatdırıb qoymaq lazımdır. Dedi, abədə kimi burada dur, sonra görüm kimi harası yerləşdirim. Baxın, mən dünən orada işləmişəm, indi moykanın qabağındayım da. Oradan qapını açırlar, gətirirlər şeyləri. Nədir bu? Vilkaları, içi dolu padnoslarla. Padnosları da sizə göstərim. Baxın, bu bizim padnoslardır. Hərəsinin öz yeri var. İndi gözləyirik ki, təzədən vilka maşın gəlibdir. Kirli boşqabları, vilkaları gətiriblər. Padnosları. İndi onu içəri soxacaqlar. Bu da bizim brigadir idi, çıxdı köməyə. Короче, belə. Baxın, bu vilkadır, içində padnoslardır. Bir bilsəniz necə yoruldum, bir bilsəniz, belim qaralar. Bu hələ zavtırıqdır, hələ abed olmuyubdur. Deməli, xanımlar, saat 9'a qalıb 15 dəqiqə. Mən artıq metrodan çıxdım. Avtobus gəlməlidir 6 dəqiqə sonra. Amma planımda var ki, gedim evə paxlava pişirim. Çünki sabaha sifarişim var. Amma nə işdi bilmirəm. Yenə dişim ağrımaq istəyir. Parıldır, yer sürüşkən də deyəsən. Dişim ağrımasa, dişim ağrımasa pişirəcəm. İndi bilmirəm, evdə pesoq var, yoxsa almaq lazımdır. Gedim görüm. Məndən olsa avtobusu gözləyərdim. 6 dəqiqə var avtobusun gəlməyinə. Yəqin уже 5 dəqiqə oldu. Məncə pesoq yoxdur. Burada bir mağaza var, ora girim tez baxım. Bilmirəm, nə mağazadırsa bir dənə pesoq tapa bilmirəm. Onun da bunun pesoğu. Özü qiymətləri görürsünüz də. Allahım. $245 mərcimək. Oy. Tapdım. 110 rubla şəkər. 105 rubla, 110 rubla. Çaşıblar. Xanımın paltosunu gördüm. Lap şəkər bura yadıma düşdü. Şəkər buraları da sabah səhər tezdən pişirəm yəqin. Xanımlar, nə danışım sizə? İşdən işdir də. Durum deyim ki, bomba işdi yox. Çox çətindir, çox. Bugün mənə qoymuşdular şeyə. Yuyulmuş qabları, yuyulmuş deyəndə yaxalayırlar isti suyun içində. Eşitdiyim ki, böyle bomba yuyurlar. Yox, yağlı olur. Yuyulmuş qabları qoyursan maşınkanın içinə ki, maşınka yusun. O qədər qab. Bir şey ki, dedilər ki, 1800 dənə pasiyent var, nə var? Vay, nə qədər ağır padnoslar. Hamısı çerez maşınka keçir.
Mən bu ayaqqabım sürüşkəndi. Adi yolda sürüşür hələ. İndi yer sürüşkəndə deyən qorxuram. Bir yıxılmağım qalmışdı. Qoca yaşımda. Hə. Gidin burada Perikrostaka baxın. Bugün pesoq almamış evə getməyəsin. Çox danışı da bilmirəm. Dişlərim bir-birinə dəyəndə də ağrı verir. Ona görə də hərdən hərfləri yeyə danışıram. İş çətin işdir. Mən dedim ki, bəlkə mən fasovkaya qoyarsınız. Fasovka ona baxmış biraz asandır. Amma onda da evə heç nə gətirmirsən. Belə biraz azmaz nəsə gətirirsən, o da bilsiz nətər. Biz xəstələrin qabağından gələn podnosları təmizləyirik. Biz deyəndə mən təmizləmirəm. Mən kimdə onu verəm? Kimsə sokunu içməyib, kimsə nə bilim smetanı yeməyib, kimsə almasını yeməyib. Onları götürüb yığırlar paketə, sonra bölüşdürürlər. Fasovkada deyirlər ki, elənçinə sumka görməyəsən. Görməyim də. Onlar mən bilən 1 saat tez çıxır. Biz bu gün saat 8-də çıxmışıq işdən. Oy, tez-tez gedirəm deyən tez-tez. Tez-tez keçir. Ərzaqlar. Gəldim pesoq olan yerə. Baxın. Pesoqdur da. Pesoqdur da. 64 rubl hara, siz Allah. 64 rubl hara, 110 rubl hara. 2 dəfə qiyməti artıqdır orada. Belə şey var. O mağaza vəbşə çox bahalı mağazadır. Birini də alım, ha. Altdakının da qiyməti elə olur. Eyni qiymətdir. Deyib yoxlaya da bilərəm. Gözlə. Bu saat yoxlayıb deyərəm. Eyni qiymətdir. Bir dənə ondan, bir dənə bundan. Yenə şərəküləmi yığıb gəlmişəm. Mən hansı ki iş xoşuma gəlmir. Demək, xalatımdır, tapqamdır. Hamısını yığıram, sumkaya gətirirəm evə ki, bəlkə bir də çıxmadım ora. Xalatda dərdə çəkməyim. Neysə, dünən qulağım ağrırdı deyəm, bugün qalın papağımı taxmışam başıma. Çatdım. Uşaqlar deyir ki, bugün paltar yumaq istəmişik. Nə olub da görüm? Değiştirenin maşını aşıp. Çönüp yerinden aşıp nedir? Нет, она упала для начала. Она вот так вот стояла вообще, видишь, мусорка вот эта вот. Bu uqalıqda durmuşdu. Bu nətər bu çöndü belə? Она как-то упала, я просто зашел руки помыть, захожу, а она вот так вот стоит, вот так. Ну da bokum görürəm də. Не, она не так стояла, она вот так вот наклонилась. Də? Да. Yumadı ha heç nə. Нет, Topdan помыла. çıxaraydı. Она все помыла. Böyle babacı deyib pis gündə yuyub. Нет, нормально еще. Heç əynimi soymamışam. Dedilər stiranla maşını aşıb, suyu yerə tökülüb, yer silmiş. Да, вот вообще вот отсюда вот лилась, отсюда вот тоже. Ay Allah, bir stiranla maşın almaq qalmışdı, o da belimizdə qaldı. И вот еще смотри, у нее ножки вот ходят. Da. Deməli, uşaqlar vaflidən tort düzəldiblər. Mən bunu nə vaxtdan da almışam. Elə bugün sabah bütün ingredientlərini də almışdım. Bugün sabah eləyərəm. Qala qalmış bugünə. Kim eləyib, Ruslan yaxsılar? Я. А почему половина? я или я? Половина я, половина она. Всё я Вместе. сделала. Limonlu kislota niyə çatmısınız da? Kuda? Salata? И сюда. И сюда. А там что? Salat düzəldiblər. Bu salat 4 nəfərə çatacaq. Я не хочу. Я не буду. Qoy. Я кушала. Aha. Niyə dəyişdiniz ki? Orada bizdə çaynik idi. Иди сюда. Qaç çaynikı hara qoyacağıq? Сюда подойди, Вот на. чайник, мам. Сюда подойди. Hə. Смотри, что. İçi nakibdir, ona görə ki kran suyundan Так вот, qaynadır. она хотела его помыть. Limonla kislota lazımdır çay Evet, upakovka evet. tökmə, yəni Понятно? ani adını ложку. Знаешь. Bu da bizim termopotumuz. Bax, bu bulkilər bizə gətirdilər ki, kim yemək istəyir, yesin.
klubnika ilə də, amma sroku bu gün bitir. Я совсем сегодня не бойся. Hə? Я за сегодня совсем не бойся. Bu çörəklərdir. Bunu alıb əlində qaldı. Çörəklərdir. Niyə az gətirdim? Ona görə ki, məndən sonra 50 dənə adam var. Hamısını mən götürə bilmərəm axı. Deyirəm, abıçı qatıqdır, deyir, yoğurtdur. Bütün gün bundan yemişəm. 2 dəfə səhər çörəklə, bulka ilə, günorta bulka ilə. Мы тоже сказать хотим. Мы тоже йогурт взяли, груши порезали и банан порезали, добавили туда и перемешали. Elədiniz. Mənlə işləyən deyir ki, özünü öldürür ki, Güney smetan götür. Bu smetanlar bahalı smetandır. Yağ götür. Yağ var idi, hə? Yağ deyir, dadlı yağdır. Vallahi bilirsiniz nətərdir? Orada işləyənlər özləri götürürlər özlərinə. Kim ki bu işə baxır da. Yerdə nə ki istəmirlər, onu saxlayırlar. Deyirlər ki, de gəlin bölüşün. Belə. Başa düşdün? Hə, bölüşün, o da neçə nəfərə deyirlər, bir mənə demirlər. Mən də çox şey götürə bilmərəm, axı məndən başqa adamlar var. Bu da mənim aldıqlarım. Pesuq o birisi elə bir deşiyi var idi, getdim dəyişdim də elə bir də ikisini də ondan götürdüm. Bir də belə bir un götürdüm. Bir də ki, qızlar, nə vaxtdan da könlümdən pomidor yumurta keçirdi, beləsinə pomidor götürdüm. Təmizlənmiş pomidordur sokunda. Nə kinasına baxacağıq? Не знаю. Mən papağımı taxım başıma. Dərmanımı vurum. Sonra da oturaq Rusiklə kinoya baxaq, hə? И повешу. Ləliş тоже? Да. Ruslanın istəyi üzərinə bugün balaca mini kinoteatr. Kinonu Ruslan seçibdi. Oturub buna baxacağıq indi. Bugünkü vloqum da bu qədər olsun. İzlədiyiniz üçün hamınıza təşəkkür edirəm. Ümid edirəm ki, bəyənərsiniz. Bizimlə qalın. Hələlik.